Bəzən elə hadisələr olur ki, insan oxuduqca bunun həqiqətən baş verdiyinə inanmaqda çətinlik çəkir. Jeffrey Epstein işi də məhz belə dosyalardandır. Bu, təkcə bir milyarderin şəxsi cinayət hekayəsi deyil, pulla, nüfuzla və əlaqələrlə qorunan qlobal bir sistemin necə işlədiyini göstərən real bir ifşadır. İddialara görə, Lolita Express adlanan xüsusi təyyarə ilə dünyanın müxtəlif ölkələrindən, o cümlədən Türkiyədən gənc qızlar model olacaqsınız, məşhur olacaqsınız, filmə çəkiləcəksiniz kimi vədlərlə ABŞ-dakı Little St. James adasına aparılıb. Bu adanın zahirdə lüks istirahət məkanı kimi təqdim edilməsi, əslində isə qapalı və nəzarətsiz bir zona olması sonradan ortaya çıxmışdı. Qızlara əvvəlcə elit həyat göstərilir, bahalı geyimlər verilir, sonra isə tədricən asılı vəziyyətə salınırdı. Jeffrey Epstein sadə bir ailədə böyümüş, gənclik illərində riyaziyyat müəllimi kimi çalışmışdı. Şagirdlərindən birinin atası onu bank sektoruna yönləndirmiş və beləliklə Epstein maliyyə dünyasına daxil olmuşdu. Qısa müddətdə investisiya sahəsində ad qazanmış, zəngin müştərilərlə işləməyə başlamışdı. Zamanla öz şirkətini qurmuş və yalnız çox varlı insanlarla əməkdaşlıq edən seçici bir fiqura çevrilmişdi. Bir müddət sonra artıq 500 milyon dollardan az sərvəti olan şəxslərlə belə görüşmədiyi deyilirdi. Bu yüksəliş ona özəl təyyarə, şəxsi ada, New York və Florida kimi yerlərdə dəbdəbəli mülklər qazandırmışdı. Ətrafında siyasətçilər, iş adamları, aristokrat ailələrin üzvləri, kino və moda sektorunun tanınmış simaları toplaşmışdı. Pul və əlaqələr onu toxunulmaz bir fiqur kimi göstərirdi. Əsl qalmaqal isə onun şəxsi həyatında gizlənirdi. Dosyalara görə Epstein və onun yaxın çevrəsi gənc qızları tapır, onları müxtəlif adlarla, masaj, köməkçi iş, modelləşdirmə, cəlb edir və sonra varlı qonaqlara təqdim edirdi. Bu proses zamanla sistemli insan alverinə çevrilmişdi. Qızların bir hissəsi qorxu, bir hissəsi isə maddi asıllıq səbəbilə bu dairədən çıxa bilmirdi. Onun əsas köməkçilərindən biri Ghislaine Maxwell idi. Məhkəmədə ortaya çıxan faktlara görə Maxwell qızların tapılması, daşınması və saxlanılması prosesində mərkəzi rol oynayıb. Digər köməkçilər də müxtəlif ölkələrdən qızları bu sistemə cəlb edən vasitəçilər kimi fəaliyyət göstəriblər. Lolita Express təyyarəsi illərlə bu şəbəkənin əsas nəqliyyat vasitəsi olub. Təyyarə ABŞ, Avropa və Karib hövzəsi arasında müntəzəm uçuşlar edib. Uçuş siyahılarında siyasətçilərin, iş adamlarının, tanınmış simaların adları yer alıb. Bir çoxu sonradan bunun sadəcə dostluq və ya iş görüşü olduğunu desə də, istintaq sənədləri bu uçuşların məqsədi barədə ciddi suallar yaradıb. Maraqlıdır ki, qızlara bahalı geyimlər, məşhur brendlər təqdim olunur, onlara seçilmiş insanlar olduqları hissi aşılanırdı. Psixoloji olaraq bu, insanı borclu və itaətkar hala gətirən bir mexanizmdir. Lüks həyat görüntüsü arxasında əslində tam nəzarət sistemi qurulmuşdu. Türkiyə ilə bağlı da adlar dosyalarda keçir. İddialara görə bəzi gənc qızlar serial çəkilişi, vədi ilə xaricə aparılıb və geri qayıtmayıblar. Hətta Türkiyədən tanınmış bir modelin də bu hadisələrlə bağlı ifadəsi məhkəmə sənədlərində yer alır. Bu faktlar şəbəkənin lokal yox, beynəlxalq miqyasda fəaliyyət göstərdiyini göstərirdi. Əslində Epstein ilk dəfə 2004-cü ildə ifşa olunmuşdu. Florida ştatında az yaşlı bir qızın şikayəti ilə başlayan istintaqda onlarla oxşar ifadə ortaya çıxmışdı. Lakin o dövrdə məsələ ya ört-bastır edilmiş, ya da yüngül cəza ilə bağlanmışdı. Epstein cəmi bir neçə aylıq simvolik cəza almış və yenidən əvvəlki həyatına qayıtmışdı. Bu susqunluq 2018-ci ilə qədər davam etdi. Miami Herald qəzetinin bir jurnalisti arxiv dosyalarını araşdıraraq məsələni yenidən gündəmə gətirdi. Yazı seriyası böyük rezonans yaratdı və iş təkrar açıldı. Bu dəfə artıq ictimai təzyiq o qədər güclü idi ki, məsələni bağlamaq mümkün olmadı. 2019-cu ildə Epstein həbs olundu. Lakin cəmi bir ay sonra həbsxanada ölü tapıldı. Rəsmi açıqlama intihar olsa da həmin gecə kameraların işləməməsi, nəzarət boşluqları və mühafizəçilərin səhlənkarlığı bu ölümü dünya miqyasında şübhəli hadisəyə çevirdi. Bir il sonra Ghislaine Maxwell də tutuldu. Məhkəmə onu azyaşlıların istismarı və insan alverində günahkar bilərək uzun müddətli həbs cəzasına məhkum etdi. Rəsmi olaraq onlarla qızın qurban olduğu təsdiqləndi, amma real rəqəmin daha çox olduğu ehtimal edilir. Bütün bunların fonunda internetdə müxtəlif konspirasiya nəzəriyyələri də yayılmağa başladı. Lakin istintaq sənədlərində bu iddiaları təsdiqləyən sübut yoxdur. Buna baxmayaraq insanların bu teoriyalara inanmasının səbəbi sadədir. Real faktlar artıq kifayət qədər dəhşətlidir. Əsl həqiqət budur ki, Epstein tək deyildi. O, böyük və qaranlıq bir sistemin yalnız görünən simalarından biri idi. Bu sistemin əsasında isə pul, nüfuz, susturulmuş qurbanlar və qorxan şahidlər dayanırdı. Ən qorxunc tərəfi isə budur. Epstein öldü, amma sistem dağılmadı.
Sadəcə adlar dəyişdi, mexanizmlər dəyişdi, üsullar dəyişdi. Qurbanlar isə yenə eyni qalır, aldadılan, səssiz qalan və zamanla unudulan uşaqlar. Bu hadisə bizə açıq şəkildə göstərir ki, problem təkcə bir milyarderin cinayətində deyil. Problem elə bir dünyadadır ki, pul varsa ədalət də susa bilir. Və bəzən ən böyük cinayətlər səs-küysüz, lüks villalarda, xüsusi adalarda və qapalı dairələrdə baş verir.